Salam hər kəsə. Musiqi nəzəriyyəsi fənnini mənimlə birlikdə öyrənmək istəyirsinizsə, onda düzgün ünvandasınız. Elə isə gəlin keçək dərsə. Dərsimiz olacaq tetraxord. Deməli, tetraxord nədir bugünkü dərsimiz? Keçən dərsdə qammanı keçdim. Qammadan sonra major və minor qammalarını keçmək lazımdır. Amma ondan əvvəl mütləq tetraxord dərsini keçmək lazımdır ki, qammalarda tetraxord anlayışından geniş istifadə olunur. Bir 30-40%-də tetraxorddan istifadə edəcəksiniz ki, tetraxord nə olduğunu biləsiniz ki, xanə zamanı tetraxord görəndə deməyəsiniz ki, tetraxord nədir. Deməli, gələn dərsimiz major qamması, ondan sonra da minor qammasını keçəcəm, narahat olmayın. Tetraxord nədir? Deməli, tərifini deyirəm. Kvarta çərçivəsində 4 sətin sekunda intervalı ilə melodik şəkildə ardıcıl düzülüşünə tetraxord deyilir. Kənar səsləri kvarta intervalına olur, tərkibi isə kiçik və böyük sekundalardan ibarətdir. Deməli, bu intervala əmələ gələndə ortada və axırda yerləşir, əvvəldə, ortada, axırda yerləşir, 3 şəkildə olur. Deməli, ümumiyyətlə 3 şəkildə olur. Birincisi hansıdır bunun? Birincisi diatonik tetraxordlardır. Diatonik tetraxordlarda dediyim kimi intervala görə də əvvəldə, ortada və axırda yerləşir. 3 cür olur diatonik tetraxordlar. Diatonik tetraxordlar əvvəldə yerləşən 2/1 tonlu tetraxordlardır. Deməli, burada necə olacaq? Yarım ton, 1 ton, 1 ton olmaqla bölünəcək burada. Deməli, yarım tonda do, re bemol, mi bemol, fa olacaq. Deməli, birincini görürsünüz, yazılır bax, əvvəldə yerləşən 2/1 tonlu tetraxord. Orada 2/1 ton verilib, birinci. Birinci hansıdır? Do. Deməli, do'nu verib bizə. Do. Do ilə öncə sayım. Do, re bemol, mi bemol, bir də fa. Belədir, əvvəldə yerləşən 2/1 tonlu diatonik tetraxordlar. Deməli, necədir bunun indi tonları necədir? Do, re bemol, yarım ton, 0,5 ton. Re, mi bemol, yox, re bemol, mi bemol, 1 ton. Mi bemol, fa isə 1 ton olmaqla, yarım ton, 1 ton, 1 ton olmaqla. Deməli, do, re bemol, mi bemol, fa. Do, re bemol, mi bemol, fa. Deməli, ikincisi isə ortada yerləşən diatonik tetraxordlardır. Burada isə necə olur? İntervallar, deməli, interval deyəndə ki, tonlar da 1 ton, yarım ton, 1 ton. Do, re, mi bemol, fa. 1 ton, yarım ton, 1 ton. Do, re, mi bemol, fa. Do ilə re'nin arası 1 ton. Re ilə mi'nin arası yarım ton. Yox, re ilə mi bemolun arası yarım ton. Mi deyəndə ki, mi'nin bemol nəzərdə tutulur da. Baxın ikinciyə. Ortada yerləşən 2/1 tonlu tetraxord. Do, re 1 ton, 1 ton. Re, mi bemol yarım ton. Yəni baxanda birisi yəqin anlayırsınız da yəqin ki, 1 ton yarım ton anlayışını. 2 dənə yan bayandırsa, üstündə qara pillə varsa, bu 1 tondur. 2 dənə yan-yanadırsa, üstündə qara pillə yoxdursa bunlar, minə fanlar üstündə qara pillə yoxdur. Ona görə bunları heç vaxt siz, yəni üstündəki pilləyə görə yarım ton deyə bilmərsiniz. Bəs indi mən qurmaq istəyirəm axı. Fa'dan tutaq ki, ton eləmək istəyirəm, yarım ton necə olur? Elə. Fa'dan sol bemola. Yəni ki, xatırlama eləmək istədim də, bu 1 tondur. Üzərində qara pillə var. Heç kim mənə kimi izah eləmir. Heç bir şəxs sizə deməyəcək ki, qara pillə olduğu üçün yarım ton götürülür. Qısa, asan dildə deyirəm mən sizə. 2 dənə ağ pillərin üzərində qara pillə varsa, bu 1 tondur. Do'nun üzərində do yox, bütün notlardır da, re'nin üzərində. Qara pillə varsa belə olsa, bu yarım tondur. Mi ilə fa'da rast gəlindən çox belə. Mi ilə fa'da, bir də si ilə do'da. Bunlardır. Baxın, qara pillə yoxdur. Mi ilə fa'nın, bir də ki, si ilə do'nun üzərində. Qara pillə yoxdur. Bunlar da yarım tondur. Belə, elə beləyə bərabərdir. Çünki bunlar yarım tondur. Nəysə. Yəqin ki, başa düşdünüz də bunu da. Ortada yerləşən 2/1 tonlu tetraxordda necə olur?
Burada deməli 1 ton, yarım ton, 1 ton. 1 ton 0,5 ton, bir də 1 ton. Do, re, mi, bemol, fa belə. Do, re, mi, bemol, fa. Üçüncüsü də ki, axırda yerləşən 2də 1 tonlu tetraxorddur. Burada da necə olacaq axırda yerləşəndə? Sonda gələrsə, deməli intervallar B2, B2, K2. Belə deyilən də qısa adını yəqin ki, öyrənmisiniz, bilirsiniz də. Burada deməli kvart intervalı ilə təbii ki, sekunda intervalda, B2 bilirsizdə böyük sekunda, kiçik sekunda. Deməli, əvvəldə yerləşən 2də 1 tonlu tetraxord olanda kiçik sekunda, böyük sekunda. Ortada yerləşən 2də 1 tetraxord olduqda, tonlu tetraxord olduqda böyük sekunda, kiçik sekunda, böyük sekunda olacaq. Sonda gələrsə böyük sekunda, kiçik sekunda olacaq. Bu burada yazılmayıb. İndi diqqət yetirdim. Ona görə dedim, hələ bildim yazılıb kitabda. Yazılmayıbmış, dedim onu da mən. Aha, deməli, üçüncü sonda gələndə ton necə olur? 1 ton, yarım ton. Do, re, mi, fa. Do, re, mi, fa. Bax, do ilə re'nin arası 1 ton. Re ilə mi'nin arası 1 ton. Mi ilə fa'nın arası yarım ton. Niyə yarım ton? Çünki üzərində qara pillə yoxdur. Belə yadda saxlayın. Bu qədər diatonik tetraxordlardır bunlar. 3 cür. Əvvəldə, ortada və axırda yerləşir. Nəyə görə? Bu kiçik sekunda intervallı, yəni kiçik sekunda intervalı ilə əlaqəlidir ya bu. Əvvəldə, ortada və axırda yerləşdiyi üçün 3 şəkildə olur. Keçdik digərlərinə. Harmonik, yəni xromatik də adlanır. O tetraxordlar necə olur? Artırılmış sekundalı tetraxordlardır. Baxın, A və B olmaqla verilib sizə. Biri bemolludur, biri diyezdir. İndi gəlin bunu başa düşək. Bemollu olanda 1 ton yarım, bir də ki yarım ton olur. 1 ton yarım, yəni ki 1,5, bir də 1 ton. Elə burada da elə digərlərindəki kimidir, fikir verin. Do, re, mi, fa. Bunlardan istifadə olunur. Bu indi bemoldur, diyezdir. Onu artıq yəni keçilənə görə qərar verəcək. Do, re, bemol, mi, bir də fa'dan istifadə olunur. Burada da qayda ilə də. Deməli, heç nə. 1 ton yarım, bir də ki yarım ton. 1 ton yarım ton. 0,5 ton, 1,5 ton, bir də ki 0,5 ton. 2də 1 0,5 deməkdir, yarım deməkdir. Baxın indi, bemolla cavab, bu da elə re demirik də, yəni o dəqiqə. Do, re bemol, mi, fa. Re bemolla mi, yəni 1 ton yarımı görəndə çaşmayın ha. Do, ona re bemolun arası nə qədərdir? Bayaq izah elədim bunları sizə. Qara pillə ilə ağ pillə olanda yarım ton götürülür. Re bemolla, re yox ha, mi gəl axı, mi verilib bax bizə. Bunun arası, baxın, yarım ton. Re ilə re bemolun arası yarım ton. Re ilə mi'nin arası 1 ton. Deməli, yarım ton, bir də 1 ton. Toplayırıq. 1 ton üstə gəl, yarım ton bərabərdir 1 ton yarım. Sonra mi ilə fa'nın arası yarım ton. Çünki niyə? Üzərində qara pillə yoxdur axı bunun, ona görə. İkincisi də necə olur? İkincisi də diyez olacaq. 1 ton yarım ton, 1 ton quruluşlu. Yəni ki 1,5, 0,5 quruluşlu harmonik tetraxordlardır. Bunlar da artırılmış sekundalı tetraxordun diyezli hissəsidir bu da. Bu da do, re diyez, mi, fa. Baxın, do'dan re diyezə getdi, mi, fa. Do ilə re diyezin arası 1 ton yarım, baxın. Do ilə re'nin arası 1 ton, re ilə re diyezin arası da yarım ton. 1 ton üstə gəl yarım ton bərabərdir 1 ton yarım. Re ilə mi'nin arası 1 ton, yəni ki gördünüz? Re diyezlə mi'nin arası yarım tondur. Mi ilə fa'nın arası heç nədə, o da yarım tondur. 1 ton yarım ton, 1 ton. Qarışdırmayın ha siz. Bu notun əvvəlində verilən işarəyə diqqət eləyin. Çaşmayın orada. Bax, çaşarsınız. İndi deyirlərsə, hə, do ilə re diyez verir, re diyez çaldı, sonra re ilə mi çalmayın. Re diyezlə mi'ni çalın yenidən. Do, re diyez, mi, fa.
Deməli, bu artırılmış sekundar tetraxord idi və bu harmonik, digər adıyla da xromatik tetraxordlar adlanır. Digər iki tetraxordumuz artırılmış və əksildirilmiş tetraxordlardır. Artırılmış tetraxordlar üçün nə deyirik? Bu tetraxordun birinci və axırıncı hissəsi art 4 intervalını əmələ gətirir. İndi art 4 intervalını bilmirsiniz. Bu artırılmış kvarta deməkdir. 3 tonlu intervallar dərsidir bu. Necə yadda saxlayın siz bunu keçməmişəm o dərsi. Prima, sekunda, tersiya, kvarta. Kvarta 4-cü intervaldır. Art sözünün indeksində 4 yazılıb da. Artırılmış 4-dəki kvarta intervalıdır. Artırılmış kvarta intervalı. Əksildilmiş kvinta anlayışları tanış olacaqsınız. Artırılmış kvarta, əksildilmiş kvinta. Bunlar artırılmış kvartanın dönmələridir. 3 tonlu intervallar adlanır. Natural major qammasının 4-cü pilləsindən artırılmış quldur, 7-ci pilləsindən əksildilmiş interval. Deyib ağlınızı qarışdırmaq istəmirəm, çünki bir major qammasını keçək, sonra baxarıq natural major qammasına. Yaxşımı? 3 tonlu və xasiyyətli intervallar, major və minor qammalarını bitirən kimi bu dərsləri paylaşacağız. Sonra kvinta dairəsi falan o mövzular gələcək. Sonra üst səsləri keçmək istəmirəm üst səsli bölməsində. Çünki çox çətin dərsdir. Həqiqətən də çətin deyil, məsuliyyət tələb edən bir dərsdir. Çox maraqlı dərslərimdə. Mənim ən çətinlik çəkdiyim mövzular olub üst səslilər. Artırılmış tetraxorda keçək. Artırılmış tetraxord nədir? Nə deyəndə ki, do, re, mi, fa diyezdən başlayır. Do, re, mi, fa diyez. Fa'nın diyezi budur. Fa diyez. Fa bemol yoxdur. Görürsünüz, boşda bu mi ilə fa'nın arası. Fa diyez var. Mi də diyez yoxdur. Mi bemol var. Do, re, mi, fa. Do, re, mi, fa diyez əslində. Yəni fa deyəndə ki, fa diyezdə. Do, re, mi, fa diyez. İndi necə olacaq? Do ilə re'nin arası 1 ton. Re ilə mi'nin arası 1 ton. Mi ilə fa diyezin arası 1 ton. Niyə 1 ton? Çünki bu yarım tondur. Baxın. Bax, üstündə qara yoxdur. Çünki burada qara var, burada yoxdur. Mi ilə fa'nın arası yarım ton. Fa ilə da fa diyezin arası yarım ton. Yarım üstəgəl yarım. Bərabər 1'ə. Deməli, 1 ton, 1 ton, 1 ton, yarım ton. Yox, 1 ton. 1 ton. Aha. Deməli, bu tetraxordların birinci və axırıncı hissəsi artırılmış kvarta intervalını əmələ gətirir. Əksildilmiş tetraxordlar nələrdir? Əksildilmiş tetraxordlar isə do, re bemol, mi bemol, fa bemol. İndi başlayaq. Fa bemol nə deməz? Fa bemol, dedim ha, bayaq fa bemol yoxdur. Yəni ki, necə yoxdur? Pilli olaraq yoxdur da, bemol yoxdur. Fa'nın bemol yoxdur, amma əslində elə şey olar ki, musiqidə fa'nın bəmləşməsi olmasın, əlbəttə ki var. Mi'nin də zilləşməsi var, təbii ki. Deməli, indi burada necə olacaq? Yarım ton, 1 ton, yarım ton quruluşlu bir şeydir bu da. Bir dəqiqə, hə. Deməli, do, re bemol, mi bemol, bir də fa bemol olacaq. İndi fa bemolu necə ifadə eləyəcəksiniz, onu göstərəcəm mən sizə. Do'dan re'nin arası, re bemolün arası yarım ton. Re bemoldan mi bemolün arası, şi qara pillərin arası həmişə 1 ton olur. Həmişə. Həmişə 1 ton olur. Deməli, necə dedim mən? Do ilə re'nin arası yarım ton. Do ilə re bemolün arası yarım ton. Re bemollə mi bemolün arası 1 ton. Mi bemollə də fa diyezin arası, fa üzr istəyirəm, bemolün arası yarım ton olacaq. İndi baxın. Baxın. Yarım ton belə olur, elə deyil, belə. Gördüyünüz kimi. Yarım ton əmələ gətirmək belə. Belə olsa yarım ton olmazdı. Olmazdı. 1 ton yarım olardı. İndi bəs fa'nı necə bəmləşdirir? Fa bemol nədir? Fa bemol mi'yə bərabərdir. Bu qədər sadə. Fa bemol mi'yə bərabərdir. Hə, bunda 0,5 tondur, bunda 1 ton olacaq. Nə fərq? Heç bir fərqi yoxdur. Fa bemol mi'yə bərabərdir. Baxın indi. Axırıncı dəfə göstərirəm sizə. Do, re bemol 1 ton. Re bemol, mi do, re bemol yarım ton. Re bemol, mi bemol 1 ton. Mi bemolla fa'dakı yarım ton. Bu qədər sadə. Fa'nın bemolüdür bu. Mi. Fa'dan əvvəldə mi verilir. Qutarıq. Bu qədər sadə. Bu tetraxordların da birinci axırıncı hissəsi əksildilmiş kvarta intervalını əmələ gətirir.
Bəli, bugünkü dərsimiz bu qədər. Deməli 6 dənə tetraxorla tanış olduq. Tetraxor çox önəmli dərsdir, çox vacibli, həm də maraqlı dərsdir. Tetraxor heç zorlanmayacaqsınız məncə bu dərsi öyrənəndə. Deməli tetraxorlar 3 cür olur: diatonik, xromatik, diaqraflı harmonik, diatonik, xromatik, harmonik, bir də ki, əkləndirilmiş, artırılmış. Diatoniklər əvvəldə, ortada, sonda yerləşən, harmoniklər də 2 cür olur. Bir də ki, əskildirilmiş, artırılmış intervallar. Toplamda 6 interval keçdi bu gün. Əgər dərsi və videonu bəyəndinizsə, onda kanalıma abunə olmağı, videoya like atmağı və bildirikləri açıq saxlamağı unutmayın. Hələlik.